Zəncan şəhərində şəhərdaxili avtobus və taksilərdə gediş haqqı 44% bahalaşıb. Bu barədə yerli media məlumat yayıb. Zəncan Bələdiyyəsi vətəndaşların narazılıq və etirazlarından sonra bahalaşma ilə bağlı bəyanat yayıb. Bahalaşmanın əsas məqsədi ictimai nəqliyyat parkının dayanıqlığını qorumaq, xidmətlərin keyfiyyətini artırmaq və sürücülərə dəstək olmaqdır. Davam edirik. İran Hürmüz boğazında nəzarəti sərtləşdirərək 2 gəmini ələ keçirib. Bu addım ABŞ prezidenti Donald Trump'ın hücumların qeyri-müəyyən müddətə dayandırıldığını elan etməsindən sonra atılıb. İranlı deputat bildirib ki, Hürmüz boğazının idarə olunması ilə bağlı plan həm parlamentdə, həm də ölkənin ən yüksək təhlükəsizlik qurumunda müzakirə olunur. Fəda Hüseyn Maliki qeyd edib ki, plan rəsmi şəkildə parlamentdə qeydiyyata alınıb. Eyni zamanda Ali Milli Təhlükəsizlik Şurası da sənədi araşdırmaq niyyətindədir. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü olan Maliki əlavə edib ki, Hürmüz boğazı ilə bağlı müxtəlif təkliflər həm komitədə, həm də digər parlament iclaslarında müzakirə olunub. İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni Ejeyi Hürmüz boğazında baş verən son hərbi əməliyyatları yüksək qiymətləndirib. Bu açıqlama Sepah tərəfindən 2 gəminin ələ keçirilməsindən sonra səsləndirilib. Mizan agentliyinin məlumatına görə o bildirib, İran silahlı qüvvələrinin Hürmüz boğazında güc nümayişi qürurvericidir. Dünən bu strateji su yolunda qaydaları pozan 3 gəmi qanun çərçivəsində cəzalandırıldı deyə o əlavə edib və bununla da boğazda gəmilərin saxlanılması və onlara atəş açılması ilə bağlı hadisələri təsdiq edib. EJE Birləşmiş Ştatlara da xəbərdarlıq edərək deyib, Amerikalıların Hürmüz boğazına yaxınlaşmağa cəsarəti yoxdur. O həmçinin bildirib ki, Sepahın sürətli qayıqlar və pilotsuz uçuş aparatlarından ibarət sürü donanması gəmilərə cavab vermək üçün hazır vəziyyətdədir. İran limanlarının blokadası başlayandan bəri 31 gəmi geri qaytarılıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Blokada başlayandan etibarən 31 gəmi ABŞ qüvvələrinin göstərişlərinə əməl edərək geri dönüb və ya İran limanlarına qayıdıb deyə məlumatda bildirilib. ABŞ ordusu Hürmüz boğazındakı minaların tamamilə təmizlənməsinin 6 aya qədər vaxt apara biləcəyini təxmin edir. Bu barədə The Washington Post mənbələrə istinadən məlumat yayıb. İtaliya Hürmüz boğazına mümkün mina təmizləmə missiyası üçün 4 gəmi hazırlayıb. Bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinin baş qərargah rəisi Admiral Giuseppe Berutti məlumat verib. Silahlı qüvvələrin baş qərargah rəisi tərəfindən ehtiyat tədbiri olaraq təklif edilən planda 2 mina axtaran müşayiət bölmələri və logistika dəstəyindən ibarət bir qrupun yaradılması nəzərdə tutulur ki, bu da bizə yerləşdirmə müddətini uzatmağa imkan verəcək. Missiyada cəmi 4 gəmi iştirak edəcək deyə o bildirib. Pakistan yaxın şərqdə vəziyyətin normallaşdırılması üzrə İranın konstruktiv addımlar atacağına ümid edir. Bu barədə Pakistanın Daxili İşlər Naziri Möhsin Naqvi Birləşmiş Ştatların müvəqqəti işlər vəkili Natali Bakerlə görüşündə bildirib. Görüş zamanı tərəflər Tehranın öz nümayəndə heyətini göndərəcəyini təsdiqləməməsi səbəbindən təxirə salınmış ABŞ və İran arasında danışıqların ikinci raundu ətrafındakı diplomatik səyləri müzakirə ediblər. Naqvinin sözlərinə görə Pakistanın baş naziri Şahbaz Şərif və Field Marshal Asim Munir sülh yolu ilə nizamlanmanı dəstəkləmək üçün bütün səviyyələrdə səylər göstərir və bütün tərəflərin diplomatiyaya şans verəcəyini ümid edirlər. Naqvi həmçinin ABŞ prezidenti Donald Trump'ın atəşkəs rejiminin uzadılması qərarını yüksək qiymətləndirib və bunu gərginliyin azaldılması istiqamətində mühüm addım adlandırıb. Bəyanatda qeyd olunub ki, Baker də öz növbəsində sülhün təşviqində Pakistana konstruktiv rolunu müsbət qiymətləndirib. ABŞ Dövlət Departamenti çərşənbə günü İranın hava məkanının qismən açılması ilə bağlı açıqlama verərək vətəndaşlarından bu ölkəni dərhal tərk etməyi istəyib.
Amerika Birləşmiş Ştatlarının İrandakı virtual səfirliyi son yenilənməsində bildirib ki, Amerikalı vətəndaşlar uçuş məlumatlarını əldə etmək üçün aviaşirkətlərlə əlaqə saxlasınlar və yerli medianı izləsinlər. Bəyanatda qeyd olunur ki, ABŞ vətəndaşları hələ də quru yolları ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistana gedə bilərlər. Eyni zamanda ABŞ Dövlət Departamenti xəbərdarlıq edib ki, şəxslər İranı tərk etmək üçün Əfqanistana, İraqa və ya Pakistan-İran sərhəd bölgələrinə yönəlməsinlər. Bu qurum həmçinin vurğulayıb ki, İran hökuməti Amerikalı vətəndaşların ölkədən çıxışına mane ola bilər və ya çıxış üçün çıxış haqqı tələb edə bilər. Bəyanatın davamında ABŞ-İran ikili vətəndaşlığı olan şəxslərdən İranı tərk edərkən İran pasportundan istifadə etmələri istənilib. Bu xəbərdarlıq İran daxilində məhdudiyyətlərin və ya qeyri-müəyyənliyin artdığı bir dövrdə verilir. Bu isə xarici və ikili vətəndaşlığı olan şəxslərin təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirir. BMT-nin inkişaf üzrə rəhbəri Aleksandr Dekuri bildirib ki, İran müharibəsinin təsirləri nəticəsində 30 milyondan çox insan yoxsulluq səviyyəsinə düşə bilər. O, bunu yanacaq və gübrə təchizatındakı pozuntularla əlaqələndirib. O qeyd edib ki, bu çatışmazlıqlar fermerlərin əkin mövsümünə başladığı bir vaxtda təsadüf edir. Aleksandr Dekuri Reuters açıqlamasında deyib, bir neçə ay ərzində ərzaq təhlükəsizliyi ən yüksək səviyyədə risk altına düşəcək və bunun qarşısını almaq üçün çox az imkan var. ABŞ və İran arasında danışıqlar Ukraynadakı sülh prosesinə təsir göstərir. Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov Kiyev Təhlükəsizlik Forumunun 18-ci sessiyasında bildirib. O deyib ki, Ukrayna Birləşmiş Ştatları özünün strateji müttəfiqi hesab edir və sülh danışıqlarının davam etməsini gözləyir. Budanov qeyd edib ki, proses gecikir. Buna səbəb isə İran ətrafında davam edən münaqişə və gərginlikdir. ABŞ mövcud məhdudiyyətləri saxlayaraq və yenilərini hazırlayaraq Rusiyaya qarşı sanksiya təzyiqlərini sərtləşdirməyə davam edir. Birləşmiş Ştatların Maliyyə Nazirinin köməkçisi Jonathan Berg bu barədə Nümayəndələr Palatasının Maliyyə Komitəsinin dinləmələrində bildirib. Biz sanksiyalarımızın tətbiqinə davam edirik. Onların tətbiqi üçün yeni üsullar müəyyənləşdirməyə davam edirik, deyə rəsmi deyib. Berg əlavə edib ki, ABŞ beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir və sanksiya rejimindəki boşluqlar barədə onlarla məlumatları operativ şəkildə paylaşır. Onun sözlərinə görə bu, Rusiyanın maliyyə fəaliyyətini məhdudlaşdırmaq üçün görülən tədbirlərin mümkün qədər effektivliyini təmin etmək üçün olunur.